Bugün sizi Avropada 2 təqaüd qazanmış tələbəmiz Orxan Elxanla tanış edəcəm. Orxan bəy Avropanın ən nüfuzlu proqramlarından biri olan Erasmus Mundus EM-Ship proqramına qəbul alıb və 33.600 avro dəyərində bir təqaüd qazanıb. Bununla yanaşı həmçinin Macarıstanın Stipendium Hungaroring təqaüdünün də qalibidir ki, o seçimini Erasmus Mundusdan yana istifadə edib. Orxan bəy, sizi tanıyaq. Kimsiniz? Hansı universitetdə təhsil alıbsınız? Göstəriciləriniz necə idi? Əvvəla dəvətiniz üçün təşəkkürlər Elvin bəy. Mən Elxan Orxan, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Mexanika Mühəndisliyi Tədris İngiliscəsində ixtisasının məzunuyam. Göstəricilər əlbəttə çoxdur, sadəcə bunlardan müraciətdə seçmə prosesində ən mühüm olanlardan GPA ümumi orta müvəffəqiyyətli göstəricimi qeyd edeyim. 88 göstərici ilə qəbul olmuşam, bitirəndə 90 oldu. Bir də IELTS nəticəm 7,5 idi. Orxan bəy, indi mən sizin qazandığınız təqaüdlə bağlı biraz məlumat verim izləyicilərimizə. Demək ki, sizin qazandığınız təqaüd Erasmus Mundus çərçivəsində sizin magistrda hər 2 il boyunca hər semestr fərqli bir universitetdə oxumağınıza icazə verir. Burada biz başlayırıq Romaniyadakı universitetdən. Necə oldu universitetin adı? Qalati. Daha sonra Gent Universiteti, ikinci il üçün seçə biləcəyiniz 6 fərqli universitet var ki, bunlar yenə siz saya bilərsiniz. Bəli, bunlar ölkə olaraq universitet adı olaraq. Universitet olaraq. Bəli, Almaniyada Rostock Universiteti, Belçikanın Liège Universiteti də bura daxildir, Gent Universiteti ilə bərabər. Fransada École des Nantes Universiteti, bunlar daxil. Portuqaliyada Lisbon, yəni paytaxt şəhərdə yerləşən universitet və İspaniyada Madrid Universiteti. Təbii seçimlər çoxdur, ona görə bir qədər adını unutmaq məncə normaldır. Bir də bu universitetlərin hər biri əslində bir növ ixtisas seçimi də olur. Çünki mən baxıram ki, Rostock Universitetində sizin üçün daha çox shipbuilding sahəsi davam edirsə, Lisbonda məsələn logistikadır və s. Daha sonra ən məncə mühüm hissələrindən biri, ikinci ilin sonunda sizə o şansı verirlər ki, hətta burada artıq 8 fərqli universitet və ölkə var ki, siz orada ya tezis üzərində çalışasınız, ya internship keçəsiniz. Mən sizdən ikinci sual olaraq bunu soruşmaq istəyirəm ki, bu cür mühüm bir təqaüdü qazandığınız o ilk an bunu öyrənəndə necə hiss etdiniz, nə düşündünüz? Belə açığını deyim ki, o hissləri indi sözlərlə ifadə etmək çətindir, amma əvvəlcə çox sevindim normal olaraq. Bir də bir növ belə deyə bilərəm ki, özümlə qürur duydum, belə bir hiss keçirdim. Bu da səbəbi ondan ibarət idi ki, mənim üstündə zəhməti olan ailəmin, valideynlərimin bir növ etimadını doğrultmuş. Doğrultmağı yolunda bildiyim addımlardan biri də bu idi mənim düşüncəmdə. Ona görə bu mənə həm qürur hissi, həm də sevinc hissi bəxş elədi. Bəs mən o zaman sizdən belə soruşum, bu həm də sonra müraciət edən tələbələrə bir işıq olsun. Sizcə bu təqaüd mərhələsində bunu qazanmağınızın, yəni sizin seçilmənizin ən böyük səbəbləri nə idi? Bəlkə burada səbəblər bir çoxdur, amma əsas onu qeyd etmək lazımdır ki, hər şey düzgün müraciətdən başlayır. Bunun üçün sizə təşəkkür edirəm ki, müraciət prosesini düzgün yönəltdiniz. Nəticəsində məntiqi nəticəyə gəlib çıxdı. Müraciətin əsas hissəsi ondan ibarətdir ki, müraciət düzgün olduqda normal olaraq bizim müraciətimiz artıq nəzərə alınır. Sonra digər mərhələlər gəlir. Bundan başlayaq. Digər mərhələ isə mənim təcrübəmə, düşüncəmə görə ən vacibi müsahibə mərhələsidir. Çünki ola bilər backgroundumuzda güclüdür. Məsələn, GPA-miz, ümumi orta müvəffəqiyyət göstəricimiz yüksək ola bilər, IELTS nəticəmiz, layihələr, elmi işlər falan ola bilər. Sadəcə bunu biz müsahibəni götürən şəxs bizi tanımır. Bizim yarım saat 20 dəqiqə vaxtımız olur. Əgər biz bu işlərimizi həqiqətən də bizə aid olduğunu əgər çatdıra biliriksə, bu özü böyük bir şeydir. Yəni ki, buna əsasən seçim gedir. Yəni bizim haqqımızda məlumat sadəcə A4 parçasında CV-dir. Ki, bu işləri görüb budur, bunlar var. Amma onu təqdim eləyə biləndə o daha dəyərli olur onlar tərəfdən. Məncə də çox haqlısınız bu mənada. Çünki ortalaması sizdən daha yuxarı olan tələbələr mən tanıyıram, müraciət edib nəticə əldə edə bilmirlər. Bunun səbəbi məncə də intervyu prosesidir ki, orada sizin yaxşı cavab verməyiniz, professor qarşısında özünüzü doğrultmanız bu nəticəyə gətirib çıxarıb. Bu mənada sizi təbrik edirəm. Təşəkkür edirəm. Və sizcə ümumiyyətlə bu xarici təhsil prosesi ki, biz başladıq, səhv eləmirəmsə, hansı aydan biz başladıq? Yanvar idi. Demək olar ki, artıq 10 ay keçib üzərindən. Hələ indi yekunlaşır artıq. Sizin üçün bu proses içində çətinliklər nə oldu? Belə deyəlim, çətinlik özü də bir nisbi anlayışdır. Bu ifadəni nəyə görə istifadə elədim? Ona görə ki, çətinliyi deyə bilərik intervyu prosesi. Yəni, qeyd etdiyim kimi mütləq olan bizim kommunikasiya bacarığımızdır, çatdıra bilməkdir.
hər olanı özünü təqdim eləmək bacarığı bu elə bir bacarıqdır ki, insan məsələn bir günə bir kitab oxuyum, bir videoya baxım, inkişaf eləyim, elətdirim belə bir şey deyil. Bu gərək mütaliə ilə filan belə bir şeylərlə qazanılan bacarıqdır. Bu ən çətin mərhələdir tələbənin özü üçün ki, qazansın. Sonra müraciətin özü ki, ümumiyyətlə müraciətimizə baxılsın deyə düzgün müraciət eləyək. Baxıldı, intervyuya çağırıldıq bu. Bunlardan əlavə çətinlik ondan ibarət idi ki, çətinlik deyəndə daha yorucu proses sənədlərin hazırlanması idi. Qəbul aldıq, çox gözəl, sevindik, qürur hissi keçirdik. Hamısı bitdi. İndi sırada gəlib bu sənədləri toplamaq. Həm sənədlərin tərcüməsi, təsdiqi, apostili bu mərhələlər elədir ki, həm maddi, həm mənəvi baxımdan yorucudur. Ora get, bura get, yəni belə deyim, bir neçə ay içində sadəcə baxırsan ki, nəticə olaraq həm maddiyyat gedib, həm vaxt gedib, həm zəhmət gedib, amma ortada 5-6 dənə sənəd var. Başa düşdüm. Bu sənədlərlə bağlı məncə bizim ən çox bizi düşündürən bu diplomun bir qədər gec verilməsi oldu. Amma yaxşı ki, bu cəhətdən biz danışığı düzgün apararaqdan universiteti razı sala bildik, professor razı sala bildik ki, gözləsinlər. Bir də biz saydıq bu təqaüdü. Fərqli yollar var. Məncə bu təqaüdü 10 nəfər də qəbul olsa, hərə fərqli bir yol seçə bilər burada. Sizin seçiminiz nə olacaq? Verdim, siz qeyd etdiyiniz kimi bu təqaüdün elə əsas üstünlüyü, marağı ondan ibarətdir ki, biz məsələn 8 nəfər olaraq başlayırıq, amma hər birimiz fərqli yöndə ixtisaslaşacaq. Bu da sırf maraqdan asılıdır. Yəni mənim öz şəxsi marağım dəniz strukturlarının dizaynıdır. Yəni buna görə rastlıqdakı shipbuilding filan bunları kənara qoyub daha çox İspaniyadakı universitetdə təhsilimi yenə də sırf ixtisaslaşma cəhətdən İspaniyanı seçmək fikrim var. Bundan ibarətdir. Məncə Almaniyadansa istirahət baxımından da İspaniya sizcə yaxşı. Bir qədər bu təqaüdün avantajlarından biri də budur. Zaten kifayət qədər gəzəcəksiniz deyə düşünürəm ölkələrdə. Mütləq. Bir də son olaraq bunu sizdən soruşmaq istəyirəm. Nəticədə uğurlu bir tələbəsiz. 2 təqaüd qazandınız. Çox yaxşı bir təqaüdlə gedirsiniz. Sizdən sonra müraciət edəcək olan tələbələr bu il və ya sonrakı illərdə onlara nə məsləhət görərdiniz? Bəlkə onların eləsi var ki, 1-ci kursdadır, bəlkə bu il 4-cü kursda müraciət edir. Uğurlu olmaqları üçün sizin tövsiyəniz nə olardı? Bəli, maraqlı sualdır. Əslində tövsiyələr çoxdur, sadəcə bunları ümumiləşdirib onu deyə bilərəm ki, əvvəla hansı ixtisasda qəbul olublarsa ixtisaslarını sevməlidirlər, mütləq ixtisası öyrənməlidirlər. Yəni universitetin binasına getdim, gəldim, 4 il diploma aldım, bu iş deyil. Bundan əlavə ekstrakurikular fəaliyyətlər də olmalıdır, dərsdən kənar fəaliyyətlər deyə. Bunlar mütləq olmalıdır. Onlar bu ixtisası yenə də universitetdə öyrədiləndən kənar özləri kurslar ola bilər, tələbə cəmiyyətləri ola bilər. Bunlara qoşulub həm könüllü fəaliyyəti ilə öz benim sosial aktivliklərini həm şəxsi inkişaf üçün mühümdür. Həm də müraciət zamanı buna da baxılır. Şəxsi sosial bacarıqları nə qədərdir? Sonra bilikləri mütləq artırmalıdır. Yəni GPA də bunların arasına gedir, vacibdir. Amma GPA də sadəcə əzbərliyim, qiymət alım mahiyyətində yox, ixtisasımı öyrənim, onun qiyməti olaraq da, yəni zəhmətimin dəyəri olaraq da yaxşı qiymət alım ki, 1-ci kursdan bunu başlayanda, sonda axırda gəlib görür ki, məsələn 4-cü kursda istəyirəm magistr təhsili alım xaricdə, GPA geri dönüb baxanda deməsin ki, mən niyə oxumadım, əvvəldə səhv elədim. Əvvəldən oxumağa başlamaq lazımdır, sonra xarici dildir. Üstünlük olar ki, xarici dil artıq universitetə başlayanda yüksək səviyyədə bilsin. Bilməsə də problem deyil. 2-ci, 3-cü kursa qədər bunları da artırıb belə deyim, uğurlu tələbələrdən biri olmaq üçün əsas addımlardan biri budur mənim fikrimcə. Məncə çox əla qeyd etdiniz. Yəni artıq təkcə hətta yuxarı ortalama və yaxud da ingilis sertifikatının C1 olması kifayət etmir. Tələbənin bu o qədər rəqabətli bir mühit olub ki, təqaüd baxımından. Tələbənin dərsdən kənar fəaliyyəti, iş təcrübəsi burada çox önəmli rol oynayır. Sizin əgər əlavə bir sözünüz yoxdursa, mən istəyirəm yekunlaşdıraq artıq. Mən əlavə olaraq sizə təşəkkür etmək istəyirəm. Əvvəldə də qeyd edədiyim ki, öncə dəvətinizə görə, sonra da ümumiyyətlə sizlə çalışdığım, çox məsuliyyətli, diqqətlə yanaşdınız mənim işimə. Yəni ümumiyyətlə sizin komandamızın iş fəlsəfəsi mən belə görürəm ki, belədir. Fərq qoymadan ki, kimdir, müraciət edibsə işini, yəni belə zəhməti düzgün dəyərləndirib onun qarşılığını verməlidir. Bunun üçün sizə təşəkkür edirəm. Məndən bu qədər. Xoş sözləriniz üçün təşəkkürlər. Bəli, məncə çox dəyərli söhbət oldu. Tələbəmiz Orxan bəy öz təcrübəsini kifayət qədər ətraflı şəkildə məncə izah etdi. Və düşünürəm ki, bizim bu söhbətimiz, bu videomuz yeni məzun olacaq gənclər üçün və yaxud da hal-hazırda oxuyan tələbələr üçün də xaricə getməyə, xüsusilə də yaxşı təqaüdlərlə yaxşı təhsil almaq üçün xaricə getməyə bir motivasiya olar və işin sonunda hər kəs də İnşallah sizin yaşadığınız bu sevinci yaşaya bilər. İnşallah. Təşəkkür edirik. Təşəkkürlər.